Örgənmək üçün, təkcə neşi sistemin örgənmək üçün 150 manat Elmar qardaşa pul ödəmişəm. Mən bunu açıq-aşkar deyirəm. Mən xalqın gözünün önündəyəm. Mən heç nəyə gizlətmirəm. Qardaş əziyyət çəkib. Onu mənə izah eləyib, başa salıb. Yəni səbrlə onu mənə izah eləyib. Mən ona 150 manat pul ödəmişəm. Mən Elmar qardaşdan qabaq bu bitkiləri örgənmək üçün bir nəfərə təbabətçiyə 5000 pul vermişəm. Rauf. Allah şahid, sən nə qədər məzunlar alırdım. Sizin kişi üçün də aldım. Fayda verdi sizin kişiyə, xərçəng xəstəsi idi. Vermədi. Dünyadan köçdü getdi insan. Fayda vermədi. Həmçinin də mən də fayda görmədim. Amma səbəb oldu mən o bitkiləri örgənməyə, məzunları örgənməyə. Mən heç o insandan incimirəm. 5000 pul vermişəm ona. Mənə sumka məzunlar yığıb verib. Allah ondan razı olsun. Amma halbuki mən fayda görməmişəm. Amma mənim örgənməyimə səbəb oldu o insan. Mən məsələn üçün mənə bir dənə balaca çörəyotu yağın 50 manata verirdi. 100 qramı 50 manata. Mən o bitki bilmirdim nədir. Üstünə də yazmayıb çörəyotu yağıdır. Mən onu aparırdım bir şəhərdə gəzirdim, iynətdirirdim o bitkilər satılan insanlara. Bu nədir? Çörəyotu yağıdır. Bu hansı toxumlandır? Siz elə bilirsiniz mən bunları əldə etmək üçün, örgənmək üçün az pul xərcləmişəm? Xeyr, pullarım gedib. Halbuki mən kasıb insanam, kasıb insanam. Bir tər elə işləyə ağzımdan laxta qan tökülə, Raf bilirdi, avtobus sürürəm. Mən bunları elə öyrənmişəm, çətinliklə.